Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Gelen günlerinizi Allah Teala hayren bari mübeddel eylesin. İşlerinizi avant eləsin. Bildiyiniz kimi bugün cümə axşamıdır. Yəni həmişə gün qabaqdan gəlir. Yəni qabaqdan necə? Bugün əgər 4-cü gündürsə gündüzü. Elə ki gün batdı, keçir cümə gününə, yəni 5-ci günə ta sabah gün batana qədər cümə günü sayılır. O nöqteyi nəzərlə bugün cümə axşamı sayılır. Yəni nücum elmində, astronomiya elmində belədir. Demək istəyirəm ki, yəni cümə günü olduğu üçün Allah Teala sizin və eyni zamanda bizim bu cümə axşamımızı və cümə günümüzü sizə və bizə mübarək, xeyirli və bərəkətli eləsin. Bugünkü günün söhbətinin, mövzunun adı belə olacaq. İmam Hüseyin əleyhissalamın Şam sərgərdəsindən olan pəhləvan Təmim İbn Qəhtəbə və qəvi pəhləvan olan, yəni ən güclü pəhləvan olan Yezid Əbtəhi Məlunu qətlə yetirməsi və imamın xəstə qızı Fatimi-i Suğradan, yəni irəlidə sizə demişəm də, İmam Hüseyin əleyhissalamın bir dənə qızı xəstə olduğu üçün Mədinədə qaldı. Adı Fatimi-i Suğra idi. Anası da yəni dünyasını dəyişmişdi. Fatimi-i Suğradan atasına məktub gəlməsi. Və rəvayət, kitab Məxzənəl-Buka elə ki, Həzrət Xeymələrdə meydana qayıtdı. Meydanda durub mübariz istədi. Təmim İbn Qəhdəbə ki, Şam sərgərdələrindən idi. Həzrətin qarşısına gəlib dedi, Əli oğlu nə vaxta kimi dava edəcəksən? Bir qətligaha bax ki, oğlanların ölüb, qardaşların doğranıb və yaru ənsarın hamı qanlarına bələşib. Hələ də tək canın ilə bu qədər qoşun ilə dava edirsən. Həzrət buyurdu, aya mən sizin davanıza gəlmişəm, ya siz mənimlə döyüşməyə gəlibsiz. Aya mən sizin yolunuzu tutmuşam, ya siz mənim yolumu tutubsuz. Övladlarımı, qardaşlarımı, əshabımı öldürübsüz. Hala mənimlə sizin aranızda yoxdur məgər qılınc. Çox laf vurma, gəl görüm nə karəsən. O məlun qeyzlənib Həzrətə it kimi həmlə elədi. Həzrət o məluna aman verməyib, çüst və çalaq, yəni cəld və tez hərəkət edib, bir qılınc o məlunun nəhs boynunda elə vurdu ki, 50 ərş o məlunun nəhs başı kənara atıldı. Qoşun cəmaatı bu zərbi şəsti İmam Hüseyin əleyhissalamdan gördülər. Həzrətin qarşısından qorxudan qaçmağa başladılar. Bu halda Yezid Əbtəhi Məlun ki, çox qəvi bir pəhləvan idi. Yəni Şam ləşkərinin içində ən qəvi pəhləvan Yezid Əbtəhi Məlun olub ki, o da İmam Hüseyin əleyhissalamla yəni döyüşdü. İmam Hüseyin əleyhissalamın mübarizəsinə çıxdı. Şam və İraqda bərabəri yox idi. Nərə çəkib qoşuna hay vurdu ki, ey bir qeyrətlər, sizə nə olub ki, bir yalqız
Kişinin karşısından kaçırsız. Sakit olun, bakın görün bu saat bu yalqız kişini ne karar ile öldürəcəyəm. Sonra o məlun xeyməsinə daxil olub silahlarının cümləsini qarşısına töküb başdan ayağa dəmir və poladdan olan silah və zirehlərə bürünüb bir cuh peykər, yekə, yəni yekəpər atası var olub meydana üz qoyanda qoşun cəmaatı təbil, şadyanalıq çalıb hayhuy edərək o məlunu çox cəlal ilə meydana gətirdilər. Bu tərəfdən Əhl-i Beyt o məlunun belə cahid cəlal və dəm dəstgah ilə meydana gəlməsindən xəbərdar olub, ürəkləri istiraba düşüb, başladılar ağlamağa. Çünki o məlun çox məşhur, tanınmış pəhlivan idi. Rüstəmzal kimi adı dillərdə dastan idi. Qorxurdular ki, Həzrəti şəhid edə, bəs Əhl-i Beyt cümləsi əllərini dərgah-ı ilahiyə qaldırıb, Həzrətə dua etməyə başladılar. Cənab-ı Səkinə iki əli ilə Cənab-ı Zeynəbin ətəyindən tutub, Cənab-ı Zeynəbə belə deyirdi. Pozulmayı babam təki bu zalimin bağı, çəkilməyib ürəyinə cavan oğul dağı, qərib atam kimi qırmayıblar elini, əmimin ölməyi büküb babamın belini. O məlunun qoşun dalında yoxdur qəmi, o məlunun başı üstə tutublar ələmi. Mənim atam kimi yıxılmayıb ələmi, ateş hərarəti onda babam kimi yoxdur. İçib fəratın suyun qüvvəti çoxdur. Qılınc vuranda bu zalim ürəklə vurar. Çün dalında dəstə bədəstə köməkləri var. Cənab-ı Zeynəb dedi, bala qəm eyləmə. Əgər onun kömürü tək köməyi var, atan qolunda qızım qüdrət ilahi var. Onun dalında əgər ki durub sipahi Ömər, atan Hüseynə köməkdir, qızım atan eydər. O vaxt başına vur elə şur ilə bığan, atam başını kəsər şümrü bir həya daldan. Sevinərək qışqırar, deyər Səyyidi öldürdüm. Öz imam, atası imam, oğlu imamı öldürdüm. Xülasə elə ki o məlun var idi, meydan oldu. Həzrət ilə üz-üzə olduqda Həzrət o məluna buyurdu. Məni tanımırsan, belə qürurla mənim meydanıma gəlirsən. Sonra güya Həzrət o məluna belə buyurdu. Mənəm məzhəri qüdrəti zülcəlal, mənəm ayi rəhməti la yəzal. Mənəm zadeyi şahi Xeybəri kəşa, mənəm varisi sətutila fəta. Bəs o məlun əsla Həzrətə etina etməyib, bir cavab vermədi və Həzrətə həmlə elədi. İmam Hüseyin əleyhissalam Əsədullahil qalibin
Esedullahil galibin oğlu Yarguz Ağa. Biri qətligahan və biri Fərad səmtinə baxıb güya belə ərz eylədi. Ey köməksizlərin köməyi, davalar aslan baba. Nə rahat yatıbsan baba, ya Ali. Yetiş da şiiri Xuda, ya Ali. Hüseyin'in düşübdür işi müşküle, Gele yadı müşkülü keşa, ya Ali. İnsafıdır ki Fatime oğlunun dava günü, Dalı boşu qala, ya Ali. O böyük şəxsiyyət cəllik edib, Zülfüqar-ı Heydər-i Kərrar ilə o məlunun kəmərindən, Zülfüqar belə çaldı ki, xiyar təri kimi o məlunu iki yerə bölüb yerə saldı. Sədayı afərin və mərhaba fələk. Fələkdən, yəni göyün yüksək təbəqəsindən və mələklərdən, cinnilərdən və insanlardan göyə ucaldı. Ömər Sədin ləşkəri həzrətdə bu şücaəti görüb, vahiməyə, qorxuya düşdülər. Əksər məqtəl kitablarında, o cümlədən İsrar-ı Şəhadə kitabında, xüsusən Məsaib-əl Əbrar kitabında bu hadisəni belə yazır. İmam Hüseyin əleyhissalamın Mədine-i Münəvvərədə bir naxoş xəstə qızı qalmışdı ki, adı Fatime-i Sura idi ki, Həzrət Mədinədən köç edəndə xəstə olduğu üçün özü ilə götürməyib, onu Ümmü Sələməyə ki, Peyğəmbərin zövcələrinin Xədicə-i Kübradan sonra ən sevdiyi qadın idi. Ona tapşırdı. Elə ki, Həzrətin ordusu Mədinədən köç buyuranda o qız ərz elədi, ey baba, səndən ayrı qalmağa səbrim yoxdur. Həzrət Fatime-i Suraya vədə elədi ki, qızım, elə ki, Kərbəlaya yetişdik, İnşallah, yəni Allah istəsə, ya Allahın izni ilə sənin yanına qardaşın Əli Əkbəri göndərəcəyəm. Bu vədəyə görə o xanımın qəlbi istirabdan sakit oldu və Həzrət Əhl-i Beyt və öz ordusu ilə Mədinədən köç etdilər. Bəs o hörmətli qız bir neçə gündən sonra bir gün o xəstə halı ilə yıxıla dura gələrdi, küçə qapısının ağzında durardı. İntizar gözləri yolda olardı ki, şayət bir namə ya bir qasid, ya bir xəbər atasından və qardaşlarından və əmilərindən və əmmələrindən ona yetişə və bir qədər aram tuta. Amma atasından ayrılmaq zamanı çox uzandığı üçün və onlardan bir xəbər yetişmədiyi üçün adət etmişdi ki, hər gün gələrdi. Anasının qəbrinin ətrafında əyləşib hey ağlayardı. Və cəddəsi Fatime-i Zəhra kimi ata fəraqında, qardaş fəraqında, qardaş ayrılığında ah və nalə edərdi. Bir gün Nacib belə qərara gəldi ki, gözünün yaşı ilə qərib atasına bir namə yazıb, öz əhvalatını Həzrətə xəbər versin. Bəs bir namə yazıb ki, qəlbləri yandırıb yaxan, tamam elədi o əsnada. Yəni o zamanda bir dəvəyə süvar olmuş ərəb,
O kızcağızın yaşadığı binanın karşısından geçirdi. O hatunun ah nalesini ve ağlamak sedasını eşidip yüreği riqqete gelip onun ehvalına virey yanıp bir kadar binanın karşısında ayak sakladı. Tayinci yakın eledi ki bu nale sahibi İmam Hüseyin'in hasta kızıdır. Odur ki bir zavaz ile seslendi, dedim ben bir çöl Ərəblerinden olan bir şahsım ve Kerbela'ya gidirəm. Eğer gittiğim semte ait olan bir hizmeti bana buyurasan, canı diliyle senin için emele getirerem. Fadime Surabi Markız kapı dalına gelip cevabı salamı reddedip buyurdu. Men nuri çeşmi deri kerraremeyerem. Bimaram şikeste dilem ve zaremeyerem. Kardeşlerim, atam, emilerim, emmelerim tamam gidip yalnız bu evde bir kez bir arayarım. Hem ne hoşam hem öz vatanimin garibiyim. Teze vefat edip anam harem eyerem. Güneş beratlı kardeşimin intizarındayım. Daim dalınca didesi humbarım eyerem. Dert alım benim, ne yemeğim var ne içmek. Tasip olunca her gece bidarım eyerem. Ereb kardeşim ben İmam Hüseyin'in kızıyam. Ve atamın feragından, ayrılığından sebisi dolmuşam. Ve bir mektup özderdi dilimden, garip babama yazmışam. Qasid ağdarıram, eğer benim bu namemi babama yedirəsəm, sənə həmişə nə qədər canım sağdır, sənə duakar olam. Xülas Ərəbəlin gözünün üstüne koyup, Kerbela'ya tərəf getməyə başladı. Əla ləğənətullahi aləl qavmiz zalimin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.